Çürük yer tam təmizləndi. İnşallah indi bərpa olunacaq. Arxa paxlava şüşənin yerində olan çürümə. Çürümənin miqdarı böyüdü. Videoya az düşür yəqin ki. Çox güman ki, bunun indi video dağılmasın deyə, pozulmasın deyə dağıtmıram. Çox güman ki, bu hissədən belə olaraq bu civarlarda bir şey dəyişiləcək bura. Təbii ki, bunu biz yenə də qalvaniz metaldan, adi dəmirdən bunu bərpa eləyəcəyik. Ya Allah, işimiz yekunlaşdı. Üzərinə işıq düşür, dəqiq görünmür. Detal bu hissədən, barmağımın alt hissəsindən dəyişdirildi. Tam bu hissəyə qədər yonuldu, təmizlənildi. Tam svarkalandığı üçün, ağza eyni detal döyüldüyü üçün zavoddan bir o qədər fərqi olmur. Hətta burada su çıxmaq üçün bunun novu olur. Həmin novda olduğu kimi yerindədir. Böyle baxa bilərsiniz. Sizin də avtomobilinizdə belə problemlər varsa əlaqə saxlaya bilərsiniz. Problem deyil.